Salamünaleyküm, hardayam, hökməli qov yolundayam. Bir dənə siz üçün təzə, deməli, bax yazıram. Sonra qiyməti deyirəm, yenə də soruşursunuz, ona görə yazıram. 15.000 deməli, verirsən, bu 15. 15.000. 15.000 verdin, deməli. Bunu da bölürəm, 500 manat, yox. 15.000 verdin, qalır 10.000. 10.000-i də bölürəm, bu 10.000 də qalır. 10.000 də bölürəm, aylıq 500 manata. Deməli, cavab neçədir? Siz özünüz orada tapıb çıxardarsınız. Mən də sizə tapa bilmədim. Deməli, 15.000 verdin, 10.000 də qalır. Onu da aylıq 500 manata versən. Qoşa, daşdır, bir dənə boyun yoxdur. Bir dənə var, yuxarısının alçıpanına qədər yığdırıb. Qazın da şotçuku var, işığın da şotçuku var. 2 sotun içərisində 3 otaqlı evdir. Bir dənə axıra qədər tanış olaq. Burada qəşəng bir dənə hepsi otaqdır. Bunun hepsiyasına qədər vurub, hazır. Vallahi yaxşı, bugünkü gündə kreditlə ev tapmaq çox çətin məsələdir. Yəni əlaqə saxlayın, gəlin. Yararlanın, sonra tapılmayacaq belə evlərlə. Burada da bir dənə yataq otağıdır. Ölçülər yaxşıdır. Evin üstü də. İndi hamısını göstərəcəm, axıra qədər baxın. 2 satın ünlüyündə içindədir. Onu belə çox yer tapmaq çox çətin məsələdir. Buradan gəldi, bir dənə burada mətbəxdir. İndi mətbəx möbili yoxdur da. Mətbəx buraymış. Bunu artırıb. Burada da kodlandı bu qapı. Aça bilmədim, nəysə. Açdı. Onu da təmizdir. İndi kasımın olanından da nə varmaq lazımdır. Valla əl gəzdi 2000 bunun üstünə pul bıraxsın. Normal təmir eləyə bilərsən. 2000 bıraxsın, yəni normal təmir eləyə bilərsən. Qiyməti yaxşıdır. Yəni bir gün 15.000 ködənişdən ev tapmaq çox çətindir. Bir dənə çölündən də tanış olaq. Həyətinə də baxın. Yoldan hardasa 700 metr arası var. Yəni deyim sizə, bu da çöllərin görünüşüdür. Üstü paketli, yenə də üstü paketli, həyəti belədir.